Salam əziz namizədlər, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçiyeva. Bugün sizlərlə hər kəsi maraqlandıran, hər kəsi birdən-birə qorxuya salan Windows 11 barədə məlumat verəcəyəm. Ancaq videoya başlamazdan əvvəl mən sizə məsləhət görürəm ki, əgər mənim YouTube kanalıma abunə deyilsinizsə, YouTube-da axtarışa Şəlalə Qoçiyeva yazaraq çıxan YouTube kanalına abunə olaraq Windows 11-in növbəti hissələri haqqında da videoları izləyib məlumat əldə edə bilərsiniz və yaxud da yeniliklər, yeni xəbərlər haqqında məlumat əldə etmək üçün Instagramda informatika_şəlalə.müəllim İnformatika Şəlalə müəllim bu səhifəyə də abunə olaraq siz daha yenilikçi xəbərlərdə məlumatlı ola bilərsiniz. İndi isə vaxt itirmədən gələk DİM-in hər kəsi vəlvəliyə saldığı məlumata. Bildiyiniz kimi 26 sentyabr tarixində DİM belə bir elan verdi ki, artıq Windows-un əməliyyat sisteminin belə deyim, yenilənməsi artıq bitdiyi üçün noyabr və noyabrdan sonraki imtahanlarda artıq əməliyyat sistemi olaraq Windows 11 əməliyyat sistemindən suallar düşəcək və belə bir proqram bizim üçün verdi ki, bəs Windows 11-də hansı mövzular düşəcək sual olaraq və bir də bizə ədəbiyyat siyahısı verdi. Hansı ki, ədəbiyyat siyahısının içində bir dənə də olsun Azərbaycan dilində ədəbiyyat yoxdur. Hansı ki, hər bir tələbə tələb eləyə bilər ki, mənə öz dilimdə ədəbiyyat ver. Çox təəssüf ki, belə bir şansımız olmadığı üçün mən zaman-zaman Windows 11 əməliyyat sistemi üzərində bir nəzəriyyə də işləyib sizlərə təqdim edəcəm. Bundan heç bir narahatlığınız olmasın. Və bugünkü məqsədim sizə Windows-u bütöv izah etmək deyil, hissəli şəkildə bugün sadəcə Windows 11-in Windows 10-un əsas fərqləri haqqında məlumat verməyim olacaq. Və bir də digər tələbələri maraqlandıran suallardan biri odur ki, oktyabr imtahanına da Windows 11-dən sual düşəcəkmi? Yenidən məlumata qayıtsaq görəcəksiniz ki, qeyd olunub ki, 16 oktyabr imtahanında Windows 11 əməliyyat sisteminin Windows 10-dan eyni olan belə deyim, hissələrindən sual düşəcək. Yəni, siz Windows 10-u artıq oxumusunuzsa, öyrənmişsinizsə, heç bir narahatçılığa əsas yoxdur. Gəlin, vaxt itirmədən sizə Windows 11 haqqında məlumat verim. Qeyd edeyim ki, hal-hazırda Microsoft-un rəsmi veb saytında Windows 11-in iki versiyası mövcuddur. Home və Pro versiyası. İndi siz sual versəz ki, bəs mən hansı versiyanı endirim, hansını istifadə edeyim? Siz artıq bu Home və Pro versiyanın fərqlərini burada araşdırıb, sizin işinizə hansı əl verirsə, onu endirib istifadə edə bilərsiniz. Bu artıq sizin özünüzün şəxsi seçiminizdir. İndi isə gəlin qaydaq Windows 11-in üzərinə. Deməli, əziz tələbələr, burada köklü əsas dəyişikliklər gördüyünüz kimi Windows 11-in örtüyü, yəni ki, ana örtü həqiqətən gözlə görünür dərəcədə dəyişib. Hansı ki, məsələn, əvvəllər start menyusu bizə məlum idi. Gəlin sizə köhnə Windows 10 üzərində göstərim şəkil üzərində. Baxın, köhnədə iş masasının aşağı hissəsində sol küncdə start menyusu bizə verilmişdi. Hansı ki, hal-hazırda Windows 11 versiyasında isə start menyu yerləşir mərkəzdə. Əlbəttə ki, siz bunu parametrlərdən sol tərəfə də yerləşdirə bilərsiniz. Bu sizin özünüzün şəxsi seçiminizdir. Ancaq belə mərkəz hissədə start menyusu yerləşir. Və start menyusu da bu formadadır. Gördüyünüz kimi burada pin olunmuş proqramları siz siyahıda yerləşdirə bilərsiniz. Son istifadə olunanlar və s. Eyni zamanda burada Power-in içərisindəki rejimlər, bu biz onsuz da Windows 10-dan məlumdur. Və start menyusunun açılması da yenə Windows 10-dakı kimi ya mouse'la üzərində sol düyməni bir dəfə klik etməklə, ya klaviaturadan Win düyməsi, ya da klaviaturadan Ctrl+S düymə kombinasiyası ilə də siz start menyunu aça bilərsiniz. Daha sonra digər bir yeniliyimiz nədir? Sol aşağı küncdə widgetlar yerləşir. Hansı ki, siz burada artıq belə deyim də kiçik xarakterli məlumatlar. Sanki burada siz qəzet kimi bir şey düşünün ki, hansı hava haqqında məlumat, xəbərlər, idman, nə bilim, moda dünyası, dizayn və s. Bax, belə sizin üçün xəbərlər yerləşir. Daha sonra digər bir yeniliyimiz və çox maraqlı bir yeniliyimiz Microsoft Teams-lə əlaqələnmədir. Nədir bu? Yəqin ki, aranızda Skype istifadə edənlər var. Sanki bu Skype-ın bir növ oxşarıdır. Hansı ki, siz bu Microsoft Teams vasitəsilə onlayn görüşlər keçirdə bilərsiniz, konfranslar təşkil edə bilərsiniz. Maraqlı bir yenilənmədir. Sanki Skype əvəz eləyir.
Daha sonra digər bir yeniliyimiz, digər bir fərqliyimiz settingsdir, yəni parametrlərimiz, hansı ki siz parametrləri Win, I düymə kombinasiyası ilə də bu formada siz hansı ki, baxın, hal-hazırda artıq parametrlər bu formada görsənir. İstəyirəm mən sizə Windows 10-dakı parametrləri bir dəfə göstərim ki, yadınıza düşsün və fərqi gəlin bu sayədə ətraflı anlayaq. Məsələn, əvvəllər Windows-da parametrlər bu formada görsənirdi. Gəlin şəkil analiz edək. Baxın, bu formada açılırdı və biz bunu bu formada istifadə edirdik. Ancaq yeni Windows 11-də artıq bu formada biz settings istifadə edəcəyik. Hətta burada siz Microsoft 365 əgər rəsmi hesabınız varsa giriş eləyə bilərsiniz. Hətta burada bulut texnologiyası OneDrive-dan istifadə olunub. İstəsəz fayllarınızı OneDrive-a yükləyə bilərsiniz və bir də Windows-un yenilənmələrində siz buradan izləyib yenilənmələri həyata keçirə bilərsiniz. Parametrlər haqqında bugün sizlə çox da ətraflı danışmayacağım. Windows 11-in növbəti dərs izahında sizə parametrlərdə ətraflı izah eləyəcəm. Hətta çox maraqlı bir yenilənmə də gəlib, hansı ki, burada Time and Language bölməsində, məsələn, olur bəzən kompüterdən asılı qalan tələbələr deyirlər, müəllimə, kompüteri açan kimi, qarşıma qoyan kimi fikrim oyuna gedir, fikrim seriala gedir. Burada maraqlı bir yenilənməmiz var ki, məsələn, siz istəsəz vaxt bölgüsü eləyə bilərsiniz ki, məsələn, filan vaxtdan sonra, məsələn, sizə bildiriş gəlsin ki, məsələn, sən filan dəqiqədə kompüter istifadə edirsən, hətta istəsəz belə deyim də, musiqilərlə əlaqələndirib, məsələn, yarım saatdan bir musiqi ifa olunmasını da təmin edə bilərsiniz ki, biraz da o, belə deyim də, yorğunluğunuz aradan çıxsın. Ancaq bu barədə mən sizə daha ətraflı gələn bölməmizdə izah eləyəcəm. Daha sonra digər bir fərqliliyimiz Microsoft Store ilə bağlıdır. Əgər əvvəlki Microsoft Store-dan istifadə etmisinizsə, siz yeni Microsoft Store-da köklü dəyişiklikləri artıq izləyə bilərsiniz ki, nə qədər çox, məsəl üçün, dizayn cəhətdən dəyişməmiz var. Ümumiyyətlə, belə qeyd edeyim ki, Windows 10-un əsas fərqi daha çox dizayn üstünə qurulub. Yəni, gördüyünüz kimi, bu cür bir möhtəşəm dizayn bizə təqdim edir. Daha sonra digər bir yeniliyimiz Paint ilə bağlıdır, hansı ki, ən sadə qrafik redaktorumuz. Əgər aranızda Paint istifadə edən varsa, baxın, bu formada Paint-də yeni dəyişikliyimiz olub. Hətta siz əllə düstur daxil edərək düsturları artıq çap versiyaya da çevirə bilərsiniz. Yəni, məncə daha, belə deyim, maraqlı bir dizaynı var deyə düşünürəm. İndi bilmirəm, digər istifadə edənlər bu barədə nə düşünür. Daha doğrusu istifadə edəcək olanlar. Daha sonra Windows 11-in digər bir maraqlı yeniliyi nədir? Süni zəka əsaslı qurulması. Məsələn, burada belə bir copilot funksiyası var. Hansı ki, bu bir növ ChatGPT-yə bənzəyir. Sual verə bilərsiniz, suala qarşılıq. Hətta burada səsli söhbət belə apara bilərsiniz. Yəni, maraqlıdır Windows 11-in süni zəka əsaslı qurulması. Yəni, maraqlı bir yenilikdir. Daha sonra digər bir maraqlı dəyişikliyimiz nədən ibarətdir? Fikir verin qovluqların dizaynına. Məsələn, gəlin qaydaq Windows 10-un qovluq görünüşünə. Windows 10-da necə idi qovluqlarımızın görünüşü? Baxın, bu formada. Məsələn, bu sarı qovluqlara fikir verin, qovluq dizaynı. Ancaq yeni versiyada isə qovluqların dizaynı bu formada qurulub. Daha sonra danışmaq istəyirəm mən sizə kontekst menyular haqqında. Yenə də kontekst menyunun düymə kombinasiyası Shift F10 düymə kombinasiyası ilə də açıla bilər. Məsələn, qovluğun kontekst menyusuna fikir verin. Burada artıq Windows 10-dan fərqlilik var. Ancaq deyək ki, Windows 10-a öyrəşmiş biri Windows 11-ə keçib çətinlik çəkməsin deyə burada əlavə olaraq Show More Options bölməsi var ki, siz buna klik eləyərək, baxın, bu formada köhnə Windows 10-un kontekst menyusundan da istifadə edə bilərsiniz. Yəni, məncə bu çox maraqlı bir əməliyyatdır ki, burada yerləşdiriblər. Eyni zamanda bu bizim fayllarımızın da kontekst menyusunda yer alır. Daha sonra iş masasında kontekst menyusuna keçid etsək, demək olar ki, Windows 10-a bənzər. Sadəcə biraz ikonlarda dəyişikliyimiz var. Və bundan əlavə yenə də burada da Show More Options klik etməklə siz köhnə Windows 10-un da kontekst menyusu üzərinə keçid eləyə bilərsiniz. Yəni, yaxşıdır. Yəni, unudanlar üçün və çətinlik çəkənlər üçün bu maraqlı bir parametrdir. Daha sonra digər bir yeniliyimiz, digər bir maraqlı dəyişikliyimiz Task View ilə bağlıdır ki, hansı ki, Win Tab düymə kombinasiyası ilə açılır. Burada biz
hal-hazırda taskbar üzərində olan aktiv proqramların siyahısını, eyni zamanda yeni bir iş masası yaradaraq iş masaları arasında da keçid eləyə bilərsiniz. Daha sonra burada digər bir bizim maraqlı yeniliyimiz keyboard, yəni klaviatura ilə bağlıdır ki, klaviaturada da bizim dəyişikliyimiz yer alır. Bu, əlbəttə başqa dəyişikliklər də var. Sadəcə onlar xırda dəyişiklikdir ki, biz ondan sizlə artıq dərs izahlarında ətraflı danışacağıq. Və bir də əlavə olaraq mən sizlərə qeyd eləmək istəyirəm, Windows 11-in elementləri nədən ibarətdir? Deməli, birinci gördüyümüz kimi iş masasındakı dəyişiklik özünü biruzə verir. Daha sonra aşağı hissədə yerləşən taskbarımız, hansı ki, fikir verin, taskbarın üzərinə dedik sol küncdə widgetlar, daha sonra mərkəz hissədə start menyusu və bərkidilmiş əlavə olunmuş proqramlar. Daha sonra sağ aşağı küncdə bizim yerləşir naviqasiya ərazimiz, naviqasiya panelimiz. Əlavə olaraq burada yerləşir Action Center, yəni fəaliyyət mərkəzi və Windows 10-dan fərqli olaraq artıq burada gördüyümüz kimi bateriyadır, səsdir, şəbəkədir. Bunlar artıq birgə sanki qurulmuş şəkildədir. Bax, sanki birgə bir paneldir ki, üzərinə klik eləyəndə bu formada bizim üçün fəaliyyət mərkəzi açılır. Daha sonra sağ ən aşağı küncdə isə Show Desktop düyməsi yer alır. Hansı ki, məsələn, ekranda bizim belə bir pəncərəmiz var. Show Desktop'un üzərinə apardığımız zaman pəncərə şəffaflaşması baş verirdi ki, bunu həmin Show Desktop'u burada yenə də yer alır. Daha sonra sizə nəyi qeyd eləmək istəyirəm? Biz demişdik ki, taskbarın üzərində mausun sağ düyməsini klik etdiyimiz zaman nə baş verirdi? Taskbarın kontekst menyusu açılırdı, ancaq artıq belə deyim, kontekst menyu əvəzinə burada task manager, hansı ki, kompüter asılıb qalan zaman biz basılıb qalmanı aradan qaldırmaq üçün task managerdən istifadə edirdik və bunun düymə kombinasiyası nə idi? Ctrl-Shift-ESC düymə kombinasiyası və ya dolayı yolla Ctrl-Alt-Delete. Eyni qaydada bu task manager burada yer alır və bir də var burada taskbar settings, hansı ki, buradan da biz taskbarın parametrlərini tənzimləyə bilərik. Məsələn, gəlin qısa olaraq taskbarın parametrləri haqqında sizlə danışaq. Məsələn, istəsəz siz taskbar üzərində search, yəni axtarışın ikonunu dəyişə bilərsiniz. Məsəl üçün, əgər istəsəz ümumiyyətlə search axtarışı gizlədə bilərsiniz və ya sadəcə ikon kimi, yəni bu formada lupa olaraq istifadə edə bilərsiniz və istəsəz ikon və label bölmək kimi ya da search box, yəni axtarış qutusu kimi istifadə edə bilərsiniz. Daha sonra burada task view-nun görünüb-görünməməsini tənzimləmək olar, widgetların görünüb-görünməməsini tənzimləmək olar. Daha sonra burada yerləşir pen menyu, yəni istəsəz siz belə deyim, qələmin menyusu görünüb-görünməməsi nə vaxt ki, əgər siz bunu istifadə edirsinizsə, görünüb-görünməməni tənzimləyə bilərsiniz. Daha sonra touch keyboard, yəni ekran klaviaturasının görünüb-görünməməsi ilə bağlı tənzimləmələri burada istifadə edə bilərsiniz. Daha sonra əgər belə deyim, virtual touchpad əgər kompüteriniz dəstəkləyirsə, bunun da görünüb-görünməməsini siz buradan dəstəkləyə bilərsiniz. Əlbəttə ki, burada digər bizim parametrlərimiz də var. İstəsəz bu naviqasiya paneli ərazisinə siz burada yerləşən ikonlardan da gətirib əlavə edə bilərsiniz. Hansı ki, məsələn, mən bura sırf gətirib Bluetooth-u əlavə eləmişəm. Daha sonra taskbarın, belə deyim, ekrandakı yeri, taskbarı biz ya bu formada mərkəzdə yerləşdirə bilərik, ya da left eləyib sol tərəfə də yerləşdirə bilərsiniz. Artıq onda bu formada əks olunacaq. Bax, sol tərəfə. Bu, hansı ki, bizim Windows 10-da öyrəşdiyimiz bir versiyadır. Ancaq sumaya görə bilirik ki, mərkəzdə yerləşir. Daha sonra İstəsəz taskbarı Automatical Hide taskbarla gizlədə bilərsiniz. Daha sonra taskbar üzərində parametrləri, proqramların görünüb-görünməməsi kimi əməliyyatlarımız var. Hamısı bu taskbarın parametrlərində yerləşir. Daha sonra məsələn Combine Taskbar Buttons-la biz taskbar üzərindəki proqramların, butonların vəziyyətini təyin edə bilərik ki, always when taskbar is full, never. Bu bizə Windows 10-dan bildiyimiz əmrlərdir və eyni parametrlərdir. Daha sonra burada always-ə qaytaraq. Daha sonra vaxt tarix tənzimləməsi, hansı ki, biz bu haqda sizinlə növbəti bölməmizdə daha ətraflı belə deyim, danışacağıq. Daha sonra naviqasiya ərazisinin tənzimləmələri var burada. Siz istəsəz nələrsə bura gətirib əlavə eləyə və ya əlavə elədiklərinizi də götürə bilərsiniz.
Bu formada olacaq bizim taskbarımızın parametrləri. Eyni qaydada məsələn gəlin start menyuya keçid eləyək. Məsələn, burada all hissəsi var. Bura klik eləyərək siz bütün proqramların siyahısına keçid eləyə bilərsiniz bu formada. Daha sonra, məsələn, biz Windows 10-da start menyunun parametrləri haqqında danışırdıq ki, istəsəz siz buradan da eyni qaydada startın parametrlərinə keçid eləyə bilərsiniz. Gördüyünüz kimi üzərində sağ düyməni klik eləyəndə açılan kontekst menyu eyni qayda Windows 10-da bizim öyrəşdiyimiz kontekst menyudur. Startın parametrlərinə keçid etsək, deməli, personalization-ın içərisində, baxın, burada start bölməsi var. Hansı ki, bayaq biz burada taskbar haqqında danışdıq. Eyni qaydada burada start bölməsi var ki, startın parametrlərini biz buradan tənzimləyə bilərik. Hətta, məsələn, start menyusu hal-hazırda bu vəziyyətdə açılırsa, siz istəsəz bunun görünüşünü, yəni dizaynını da dəyişə bilərsiniz. Qeyd elədiyim kimi, Windows 11 əsasən dizayn üstünə qurulub ki, gördüyünüz kimi hər addım başda dizayn üçün bizə yeniliklər təqdim eləyir. Yəni istəsəz öz zövqünüzə görə tənzimləyə bilərsiniz. Daha sonra Show Recently Added Apps var, hansı ki son əlavə olunan proqramların görünüb görünməməsi və ya Show Most Used Apps var, son belə deyim, ən çox istifadə olunan proqramların görünüb görünməməsi. Daha sonra baxın, görün burada maraqlı hansı əmrlərimiz var. Məsələn, burada bizim qovluqlarımız var. Əgər istəsək, baxın, burada start menyuda biz bu power'in kənarına tez-tez istifadə etdiyimiz qovluqlarda yerləşdirə bilərik və yaxud da butonları. Məsələn, settings deyə, file explorer, music, tutalım olsun, videos deyək ki, mən bunları çox istifadə edirəm. Baxın, gətirib bura power'in yanından yerləşdirə bilərəm ki, daim əlimin altında olsun. Əlbəttə, bunu yerləşdirməyə məcbur deyilsiniz. Tamamilə bu bir zövq məsələsidir. Daha sonra startın parametrlərində o qədər də belə deyim, köklü bir dəyişiklik biz müəyyən qədər görürük. Yenə dediyim kimi, əsasən dizayn üstünə qurulub və gördüyümüz ki, Windows-a nisbətən daha az parametrlərlə bizi təmin eləyir. Elə bu qədər danışmışkən, qoy elə sizə File Explorer-i də göstərim ki, çox da sualınız olmasın. Məsələn, File Explorer-ə fikir verin. Bax, bu formada bizim üçün bir interfeys təmin eləyir. Əlbəttə ki, bura biraz sizə qarışdırıcı gələ bilər Windows 10-a nisbətən. Ancaq bunu da dediyim kimi, növbəti hissələrdə bu haqda sizlə daha ətraflı danışacağam. Baxın, həqiqətən interfeys cəhətdən artıq burada bizi bir çox fərqliliklər gözləyir və daha çox burada əməliyyatlar ilə obyektin özünün üzərində qurulduğu üçün belə bizə ilk baxışda daha az əmr kimi görsənsə də, ancaq biz bunu növbəti hissələrdə daha ətraflı şəkildə nələrin olmadığını buradan təyin eləyəcəyik. Hətta burada maraqlı digər bir xüsusiyyət nədən ibarətdir? Məsələn, fikir verin, əvvəllər biz Windows 10-da File Explorer-ə daxil olarkən, burada ancaq biz recent, yəni son istifadə olunanların siyahısını görsək də, artıq burada favorit, yəni sevimlilərin siyahısı, eyni zamanda əgər paylaşım etmişsinizsə, paylaşımların da siyahısını görə bilərsiniz. Məncə, bu çox maraqlı bir yenilikdir. Məsələn, mən daim istəyirdim ki, ən çox istifadə etdiyim fayllarım daim əlimin altında olsun. Artıq mən favorit hissəsinə, yəni sevimlilər hissəsinə əlavə eləyərək sanki bir növ işimi asanlaşdırmış olacağam. Və digər məni çox məmnun eləyən digər bir yenilik nədən ibarətdir? Məsələn, biz bilirdik ki, pəncərənin idarə etmə düymələrindən minimize, maximize və eyni zamanda close. Biz bilirdik ki, maximize-ın üzərinə klik elədiyimiz zaman pəncərə tam ekran boyunca açılır. Ancaq Windows 11-də belə bir maraqlı yenilik var ki, siz maximize-ın üzərinə mouse apardığınız zaman, baxın, sizə sanki pəncərəni ekranda böyüdüb yerləşdirmək üçün sizə bir çox seçimlər təqdim eləyir. Məsələn, deyək ki, mən buradan istəyirəm ki, dörtlü hissə olsun və deyirəm ki, dörtlü hissənin sol yuxarı küncündə olsun. Baxın, pəncərəm yerləşdi bura. Daha sonra artıq sağ yuxarı künc üçün bir pəncərə seçə bilərsiniz. Məsələn, olsun Microsoft Teams. Daha sonra sol tərəf üçün siz pəncərə seçə bilərsiniz. Məsələn, deyək, sol tərəfim üçün olsun Excel.
artıq siz Excel-i gətirib bu formada yerləşdirə bilərsiniz və yaxud da ki, siz bunu sırf belə deyim, bir növ Aerosnap kimi də gətirib yerləşdirə bilərsiniz. Məsələn, deyək ki, sol aşağı küncə yerləşdirmək istəyirəm. Heç Aerosnap-ı qoyuram bir kənara. Baxın, dörtlü hissənin sol aşağı küncünə gətirib yerləşdirdim və eyni qaydada sağ aşağı künc üçün də gətirib bu formada yerləşdirə bilərsiniz. Məncə bu çox maraqlı bir yenilikdir deyə düşünürəm. İndi əlbəttə ki, sizlərin də özünüzün öz fikirləriniz var. Bəlkə sizin üçün heç maraqlı deyil. Yəni məncə bu çox gözəldir. Məsələn, əsasən də müəllimlərə daha çox sərf edilir ki, bəzən olur, məsələn, nəzəriyyə yığırlar, test yığırlar və bir neçə testdən və ya da sınaq yığırlar, bir neçə testdən istifadə edirlər. Artıq məsələn, Aerosnap funksiyasında biz eyni vaxtda 2 pəncərə üzərində işləyə bilirdiksə, artıq burada siz eyni zamanda 4 pəncərə üzərində belə işləyə bilirsiniz. Məncə çox maraqlı ideya və maraqlı bir yenilikdir. Bugünkü belə deyim, yeniliklərimiz bundan ibarətdir. Hansı ki, mən əsas istəyirəm ki, sizin bu qorxulu belə deyim, hisslərinizi aradan qaldırım ki, Windows 11 o qədər də qorxacağınız dərəcədə deyil, rahatdır. Hətta mən düşünürəm ki, Windows 10-dan qat-qat daha maraqlı, həm dizayn cəhətdən düşünsək, həm əmrlər cəhətdən düşünsək çox maraqlıdır. Oktyabra gedənlərin onsuz da dediyim kimi heç bir narahatçılığı olmasın. Noyabra gedənlər üçün demək istəyirəm ki, yəni bu qeyd elədiyim yeniliklər və bir neçə xırda yenilik var ki, biz sadəcə sizlə bunları bərpa eləyərək sizi imtahana tam rahat şəkildə, tam yaxşı şəkildə hazırlayacağıq. Hər birinizə uğurlar arzulayıram. Əgər suallarınız varsa, videonun rəy hissəsində bildirərsiniz və qeyd elədiyim kimi YouTube kanalıma abunə olaraq siz artıq digər Windows-un hissələri və başqa belə deyim, yenilikçi videolar haqqında da məlumatlı ola bilərsiniz. Əgər video sizin üçün faydalı oldusa, bəyənib rəy yazmağı unutmayın. Hər birinizə uğurlar. Növbəti videoda görüşənə qədər. Sağ olun.